Hörmətli izləyicilər, Şamaxı rayonundan yenə kanalımıza bir şikayətçinin göndərdiyi şikayəti sizlərin diqqətinizə çatdırıb. Bu şikayət bir neçə müddət əvvəl yenə kanalımızda işıqlandırılıb. Deməli, söhbət Şamaxı rayonunun Cabanı 2 bələdiyyəsi ərazisində vaxtilə fəaliyyət göstərmiş Azər Tikinti Quraşdırma Servis 2023 adlı asfalt zavod və Drabilka fəaliyyəti ilə məşğul olan şirkət haqqındadır. Bilirdiniz ki, həmən ərazidə quraşdırılmış bu deməli zavod qeyri-qanuni fəaliyyət göstərirdi, çayın yatağını məhv edirdi. Bununla bağlı kifayət qədər çəkilişlər də kanalımızda gedib və bələdiyyə yetkililəri də öz fikirlərini bildirmişdi və şikayətlərin haqlı olduğunu qeyd etmişlər. Sonradan həmin ərazidən həmin zavod köçürüldü. Bir müddət fəaliyyət göstərmədi və bu günlərdə həmən zavod yenidən peyda olub. Şikayətçi qeyd edir ki, Cabanı 2 bələdiyyəsi ərazisində olan asfalt zavodu təkrar Şamaxı bələdiyyəsinin ərazisində yerləşən Olimpiya İdman kompleksinin yaxınlığında açıblar. Yenə də qanunsuz fəaliyyət göstərir. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir nəzarət etmir. Kimin nəzarət etdiyi ümumiyyətlə bilinmir. Şamaxı-Bakı avtomagistral yolunun çıxış hissəsində Aspetrolun arxasında Olimpiya İdman kompleksinin yaxınlığında yolun sağ hissəsində bu zavod yenidən fəaliyyət göstərir və həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir və bu torpaqda belə bir zavodun tikilməsi qanunlara ziddir. Buna nəzarət etməli orqanlar çox təəssüf ki, buna nəzarət etmirlər və bu fəaliyyət göstərməsi üçün bu zavoda yaşıl işıq yandırırlar. Və əlavə qeyd olunur ki, burada asfalt zavod Drabilka quraşdırılıb. Bu kimi qurumlara nəzarət etməli olan Azər Servis Açıq Səhmdar Cəmiyyətinin sədri Salih Məmmədov qanunsuzluğa göz yumur. Yəqin ki, adı çəkilən həmin Azər Tikinti Quraşdırma Servis 2023 şirkətinin rəhbərliyi ilə aralarında olan dostluq münasibətlərinə görə bütün bunlar baş verir deyə şikayətçi bildirir. Ümumiyyətlə, Salih Məmmədovun həmən adı çəkilən qurumun rəhbəri ilə yaxın münasibətləri olduğu qeyd olunur. Eyni zamanda qeyd edir ki, şikayətçi şəhər bələdiyyəsi belə məsələlərlə bağlı öz etirazını bildirməlidir. Yəni, Şamaxı şəhər bələdiyyəsindən gedir. Ancaq çox təəssüf ki, şəhər bələdiyyəsinə də mane olan qurumlar, səbəbkarlar var. Buna görə də heç bir etiraz bildirmir. Şikayətçi bir daha burada qeyd edir ki, dəfələrlə bu məsələ ilə bağlı Prezident administrasiyasına müraciət olunub, heç bir tədbir görülməyib. Şamaxı rayon icra hakimiyyətinə göndərilsə də tədbir görülməyib və qeyd edir ki, bu məsələ ilə bağlı Şamaxı polisində artıq iş 2 ildir ki, orada güya ki, araşdırılır, şikayətçi bildirir məktubunda. Cinayət işi açılmalıdır, ancaq açılmır və qəbul olan qərarı vətəndaşa göndərilmir. Dəfələrlə müraciət etsək də ki, qəbul olunmuş həmən işlə bağlı qərarı bizə göndərin ünvanımıza. Rayon polisi bunu göndərməkdən imtina edir və hər dəfə müstəntiq araşdırma aparılır, təhqiqat aparılır deyə bizi azdırmağa çalışırlar. İşin mahiyyəti üzrə baxılmasından şikayətçinin iddiasına görə imtina olunur. Əlbəttə ki, burada deyilən fikirlərin nə dərəcədə real olmağını biz qarşı tərəfi dinlədikdən sonra qərar verə bilərik. Bütün tərəflərə bərabər şəkildə şərait yaratmağa hazırıq. Adı çəkilən bütün qurumlar da münasibət bildirə bilərlər. Əlbəttə ki, onların bildirəcəyi münasibət də biz üçün çox maraqlı olardı. Görək ərazidə nə baş verir. Bəli, bugün torpaqların təyinatının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin qərarı əsasında reallaşdırıla bilər. Təyinatı dəyişdirilməmiş torpaqlarda hər hansı fəaliyyət növü ilə məşğul olmaq qeyri-qanundur. Bunu dəfələrlə öz çıxışlarında cənab prezidentimiz də vurğulayıb. Əsas da kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə olunması qeyri-qanunudur, qadağandır. Ancaq bugün Şamaxı rayonunda baş verənlər bunun əksinin olduğunu göstərir və doğrudan da burada kimlərsə bu məsələdə maraqlı tərəf kimi görünür deyə şikayətçi bildirir. Bizim də fikirlərimiz ondan ibarətdir ki, yaxın günlərdə ümidvarıq ki, həmən məsələyə aydınlıq gətiriləcək. Xahiş edir, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun, bu videonu kifayət qədər paylaşın. Məsələ ilə bağlı araşdırmalarımız davam edir, yeni materiallar əldə etdikcə sizlərə təqdim edəcəyik. Sağ olun, sağlıqlı qalın.